Deməli, dəyərli General Rzayev sizə daha bir manipulyasiya, iz itirmək, yalan fake məlumat paylaşmaqla bağlı məlumat vermək istəyirəm. İndi videonu diqqətlə izləyək. Adı göstərib. Deməli, TikToka təzə bir effekt gəlib. Kimlər səni blok atıbsa bu siyahıda göstərib. Gör kimlərdir bunlar. 100 qramlıq Nihal Nihal Yensin ondan adım elə. Yanınızda olanlar. Deməli, TikToka təzə bir Deməli, bu məlumatı gördünüz. Necə ki, bu erməni tumlarından, erməni, nə bilim, əsildən əmələ gəlmişlər, dövlət xainləri. Söhbət gedir burada Vahabilərdən, söhbət gedir burada Kənan Hacıyevdən, NZS-in direktorundan, baş əməlçi İbrahimdən, Kənan Hacıyevin bacısından gedir söhbət və s. digər Orxan, İsa adında polis, Süleymanov və Ləman Yəhudi və s. bu bandadan söhbət gedir. Bizim dəyərli Mehriban xanımın ailəsinə şər böhtan atan, Targov vərasında olan, yaşayan Pərvizdən söhbət gedir. Bu deməli manipulyasiya, iz itirmək xarakterli bir məlumatdır ki, yenidən mənim TikTokuma müdaxilə eləməklə bu məlumatı mən ötürmək istəyirlər. Buna səbəb nədir? Bir neçə gün bundan əvvəl Mahir adında digər bir Vahabi, hansı ki mənim müəllimim olub, mənə zəng elə bildirir ki, sən mənə blok atmısan və mənim güya bloka atdığımı necə bilib həmən söhbətin izini itirirlər. Amma əslində Mahirə məlumat verenlər Alatava ərazisində yaşayan xüsusi xidmət orqanının əməkdaşıdır və sadəcə olaraq Mahirə məlumat verməyinin izini itirməyə çalışır bu ilə də. Bu metodla vətəndaşların Kapital Bank hesabları xaricə göndərilirdi 3 istiqamətdə. Əksər hallarda Rusiya, Ukrayna və Türkiyə istiqamətində sosial şəbəkələrin idarə olunmağı qaydası ilə bankdakı əməkdaşlarının əlli ilə, köməkçisi vasitəsilə belə deyək də, kart hesabları, mobil nömrələr təyin olunurdu. Mobil nömrənin təyin olunduqdan sonra sosial şəbəkələr tapılırdı və kiber hücumlar həyata keçirirdi. Hal-hazırda Baş Mütəşəkkil Cinayət Mübarizə İdarəsi və xüsusi xidmət orqanında oturan bu Vahabi sadəcə olaraq bunların narkotik alverinin izini itirməyə çalışır. Bu şəxslərin Azərpost 2022-ci ilə qədər davam edən onun cinayətlərini itirməyə çalışır. Kapital Bank Cələzovun izinə itirməyə çalışır. Sadəcə olaraq belə və həmən bu fakt hansı ki TikToka müdaxilələr, Instagrama müdaxilələr, sonra və digər sosial şəbəkələrə müdaxilələr var. Bu sadəcə olaraq iz itirmək mənim gözümdə bu şəxslərin törətdiyi cinayətlərin izini itirmək məqsədli aparılmış manipulyasiya xarakterli bir işdir və salam. Buradan bizim Baş Mütəşəkkil Cinayət Mübarizə İdarəsinin rəisinə səslənirəm. Dəyərli General Mayor Rzayev, sizin ailəvizə də belə şərlər böhtanlar atılıb. Sizin ünvanınıza da bu metodla şərlər böhtanlar atılıb. 2019-cu, 2020-ci və 21-ci illərdə sizin ailəvizin üzvlərinə çox, necə deyərlər, ədəbsizcəsinə, tərbiyəsiz şərlər böhtanlar atılıb. Şəxsi heyətinizə zərrə qədər olsun inanmayın. Hal-hazırda Daxili Nazirliyində əyləşən bir ləyaqətsiz, şərəfsiz sadəcə ailə üzvünün cəsusluğunun izini itirməyə çalışır və salam.